Bugün size mini futbol üzere Azerbaycan millisinin Slovakya'da baş tutan Avropa Çempionatındaki çetin ve gergin mübarizəsindən danışacağım. Xəbər verir ki, komandamız bu turnirdə çox ağır qrafiklə bir-birindən güclü rəqiblərlə üz-üzə gəlib. Çempionatın keçirildiyi günlərdə millimiz hər maçda öz gücünü və bacarığını ortaya qoymağa çalışıb. Rəqiblər arasında Avropanın ən güclü komandaları yer alıb və bu, əlbəttə ki, bizim üçün böyük bir sınaq demək idi. Amma millilərimiz meydanda heç bir rəqibdən geri qalmayıb. Əksinə, hər oyunda qələbə əzmi ilə mübarizə aparıblar. Komandanın baş məşqçisi bu çətin qrafiklə bağlı açıqlama verərək bildirib ki, belə turnirlərdə iştirak etmək həm fiziki, həm də psixoloji cəhətdən böyük enerji tələb edir. O, oyunçuların göstərdiyi qətiyyətdən və komandamızın birliyindən məmnunluğunu ifadə edib. Baş məşqçimiz həmçinin komandamızın qarşıdakı turnirlər üçün təcrübə topladığını və bu təcrübənin gələcəkdə daha böyük uğurlar üçün vacib olduğunu vurğulayıb. Oyunçularımızın hər biri meydanda təslim olmadan qələbə üçün mübarizə aparıb. Bu turnir, Azərbaycanın mini futbol tarixində yeni bir səhifə açmaqla yanaşı, gələcəkdə daha böyük nailiyyətlər üçün bir motivasiya mənbəyi oldu. Slovakya'da keçirilən bu çempionat, komandamızın gücünü və potensialını bir daha sübut etdi. Bütün bu çətinliklərə baxmayaraq, Azərbaycan millisinin göstərdiyi performans, azarkeşlərimiz və futbol sevərlər tərəfindən böyük rəğbətlə qarşılandı. Komandamızın oyunçuları azarkeşlərin dəstəyi ilə meydanda daha da ruhlandı və hər oyunda maksimum nəticə əldə etməyə çalışdı. Beləliklə, Slovakya'dakı bu çempionat, Azərbaycan mini futbolunun inkişafı üçün böyük bir addım oldu. Qalib gəlməkdən daha önəmlisi, bu çətin yolda göstərilən əzmkarlıq və birlikdir. Azərbaycan millisi bu çempionatda göstərdiyi performansla gələcəkdə daha böyük uğurların müjdəsini verdi. Hər bir oyunçumuza və məşqçimizə təşəkkür edirik və gələcək oyunlarda onlara uğurlar arzulayırıq.